Bayram qabağı Bakıda qonaq qaralıdır. Turistlərin yeni ili qarşılamaq üçün paytaxtımızı seçməsi isə əbəs yerə deyil. Səmimi mühit, qonaqpərvərlik, müasirliklə qədimliyin vəhdəti davamlı isə elə özlərindən eşidək. Musiqi səsləri, rəngli dekorasiyalar və bayram havası. Nizami küçəsi şəhər sakinlərindən yanaşı xarici qonaqların da ən çox üst tutduğu ünvanlardan birinə çevrilir. Xüsusilə bayram ərəfəsində burada yaranan canlanma Bakının ən çox üst tutulan ünvanlarından birinə çevirir. Bakıda ilk günümüzdür və buradakı ab-hava bizi valeh etdi. Açıq desəm, belə xoş və səmimi əhval-ruhiyyə gözləmirdik. Bakıda gözəl vaxt keçirəcəyimizə inanırıq. Hər şey çox gözəldir. İnsanları da çox sevdik. Şəhəri daha yaxından kəşf etmək üçün çox həyəcanlıyıq. Türkiye'den geldik arkadaşımla beraber. Bakı gerçekten çok güzel, çok temiz, düzenli bir yer. Yemekleri çok güzel. Gerçekten çok iyi. Bayram burada keçirecek. Aynen, burada geçireceğiz. Burada özümü özəl hiss edirəm. İnsanlar səmimidir, maraqlı tədbirlər də çoxdur. Bura gəlmək üçün öncədən plan qurmuşduq və bizim üçün çox doğru seçim oldu. Mühit insanı cəlb edir. Bakıda çoxlu bayram əhval-ruhiyyəsi və sevinc görürəm. Gəzdiyimiz hər yer xoşuma gəldi. Şəhər çox gözəldir. Biz həm istirahət etmək, həm də yeni ili gözəl bir yerdə qarşılamaq və yaxşı tətil keçirmək üçün buradayıq. Şehir çok beğendim, çok şen, çok kalabalık, çok temiz. Bakü'yü çok beğendim. Burada olmaktan mutluyum.